Əgər fərdi sahibkar olaraq vəyin sahibisinizsə, biznesinizə dəstək üçün banka getmədən də tam onlayn qaydada kredit ala bilərsiniz. Bir bank biznes ilə artıq bankın belə təsdiqləməsinə ehtiyac olmadan sizin üçün nəzərdə tutulan kreditin həcmi qədər vəsaiti onlayn qaydada əldə etmək mümkündür. Necə? Gəlin addım-addım izah eləyim. Bunun üçün ilk olaraq bir bank biznes hesabınıza daxil olub yuxarıda çıxan təcili pul lazımdır bildirişinə daxil olmaq lazımdır. Bu bildirişdə hər bir fərdi sahibkara özəl olaraq ayrılacaq vəsaitin həcmi qeyd olunur. Məsələn, mənim nümunəmdə bu məbləğin maksimumu 11.250 manatdır. Təklifə daxil olub şərtlərlə tanış oluram. Əgər qeyd olunan faiz dərəcəsi və aylıq ödəniş uyğundursa, əldə et düyməsini sıxaraq davam eləyirəm. Açılan yeni ekranda biznesimizlə bağlı məlumatlar tələb edilir. Bura əvvəl fəaliyyət sahəmizi, daha sonra alt fəaliyyətimizi qeyd eləyirik. Qeyd olunan şərtlər bizə uyğun olduğu halda krediti əldə etmək üçün davam et düyməsini sıxmaq lazımdır. Növbəti ekranda biznesimizin yerləşdiyi şəhəri, rayonu və dəqiq ünvanını yazaraq prosesə davam eləyirik. Bu mərhələdə isə bizdən öz əlaqə nömrəmizlə yanaşı 2 qohumun telefon nömrəsi də tələb olunur. E-poçt ünvanı isə məcburi deyil. İstəyə uyğun bu məlumatda qeyd etməklə daha sonra sənədləri həmin ünvana qəbul eləyə bilərsiniz. Qeyd olunan müvafiq xanaları doldurduqdan sonra isə yekun kredit məlumatlarını bir də nəzərdən keçirib davam et düyməsini sıxaq. Bundan sonra isə artıq son mərhələ şəxsiyyətin biometrik təsdiqi üçündür. Burada yoxlamanı başlatmaqla 10 saniyə ərzində işıqlı məkanda eynəksiz vəziyyətdə üzümüzü kameraya göstəririk. Bu prosesdə uğurla yekunlaşdıqdan sonra bank bizə kredit müqaviləsi və digər sənədləri təqdim eləyir. İmzalamaq isə sadəcə imzala düyməsinə toxunmaqla nömrəyə göndərilən təsdiq kodunu daxil edərək yekunlaşır. Bu qədər sadə. Artıq bizim üçün ayrılan vəsait əlavə bank təsdiqinə ehtiyac olmadan, banka getmədən birbaşa hesabımıza köçürülür. Belə dostlar, ümid edirəm bu məlumat biznesinə kredit almaq istəyən fərdi sahibkarlar üçün faydalı oldu. Videonu vəyin sahibi fərdi sahibkar dostunuzla bölüşməyi unutmayın.